Hər vaxtınız xeyir, Qarabağ ölkə çempionudur, amma bununla yanaşı bir sıra suallar da bu komanda ilə bağlı aktualdır. Qəribə və daha susqun çempionluğun ardından komandanın gələcəyi, bugünü, bu situasiyada baş verənlər və digər bu kimi məsələləri müzakirə eləyəcəyik. Bugün qonağım idman jurnalisti Kənan Məsəliyevdir. Rekordas saytının redaktoru. Kənan, xoş gəldin. Xoş gün olsun, təşəkkür edirəm. Qarabağ daima aktualdır və bu çempionluq, ümumiyyətlə bu mövsüm bu komanda ilə bağlı yeni suallar gətirdi. Bilmirəm, məndə elə bir təəssürat var, sanki böyük bir yenilənməyə ehtiyac varmış kimi. Reaksiyalar, mövsüm ərzində baş verən bir çox proseslərə görə deyirəm bunu. Mövsümü necə dəyərləndirərdin Qarabağın? O fikrinə razıyam ki, yəni Qarabağ elə bu mövsümü bir qədər fərqli formada keçirdi. Bir qədər enişdəymiş kimi göstərdi özünü. Baxmayaraq ki, çempion oldu, 4 tur qalmışdı, hətta 5 tur qalmışdı. Artıq 6-7 tur qalmışdan bilinirdi ki, Qarabağ çempion olacaq. Sadəcə yəni rəsmiləşdirməyə qalmışdı. Qarabağ çempion oldu. Bu o deməkdir ki, hələ də Qarabağın Azərbaycan çempionatında Premyer Liqada rəqibi yoxdur. Yəni bu şübhəsizdir. Hətta enişdə olmasına baxmayaraq qəbul eləməliyik ki, enişdədir. Sadəcə buna baxış bucağını biz müzakirə eləməliyik. Bu mövsüm əslində Qarabağ üçün heç də asan alınmadı. Qarabağ çox sayda məğlubiyyətləri var. Artıq bundan sonra arta bilər rəqəmlər, amma məsələn Turana məğlubiyyətidir, ardıcıl, yəni 2 məğlubiyyəti var. Turanın xal alması 4 oyundan 2-si məğlub oldu, bir neçə elədi. Xal itkisi çox böyük xal itkisi oldu. Sonra Zirəyə məğlubiyyəti oldu, sonra başqa xal itkiləri oldu. Məsələn Kəpəzdən son olaraq HSS-dir, xal itkisidir. Yəni Qarabağ üçün mövsüm asan keçmədi. Bunun da səbəbləri var. Yəni bu Avrokuboklara bağlıdır, bunu qeyd edə bilərik. Çünki Qarabağ bilir ki, Avrokuboklara həmişə daha çox diqqət yetirir. Yəni nə qədər Premyer Liqamız rəqabətli olsa da, səviyyəsi düzəlməyə başlasa da, yəni Qarabağ üçün sadə bir yarışdır. Orada ikinci dembiyə 1,5 heyətlə yəni çempion ola bilir, yəni nəticə qazana bilir və bunu növbətdə sübut edir. Sadəcə yəni Qarabağ xüsusilə də keçən ilki Avrokubokda keçən ilki uğurlu mövsümdən sonra bir yorğunluq vardı. Komandanın həm yorğunluq, bəzi futbolçuların getmə ehtimalı, bir psixoloji məsələlər toplanmışdı və yayda da 2 futbolçu transfer olunsa da, yəni onlar o kollektivə yaxşı qoşula bilmədilər deyə, ehtiyat qüvvə də o formada olmadı deyə komanda Avrokubokları da o qədər də uğuru keçirə bilmədi. Bu da uğuru keçirə bilmədi. Üstəlik də ki, oyun sayda çoxaldı. Çünki Avropa Liqasının növbəti, yəni bu iki artıq reglamentinə görə 6 yox 8 oyun oynayırsan. Üstəlik də 8 oyunu da müxtəlif rəqiblərlə oynayırsan. Rəqiblər daha güclüdür. Məsəl üçün əvvəlki sistemdə qrupda 4 rəqib var isə onun biri güclü olurdu. Qalan 3-ü biri daha bizə münasib olurdu. O birisi ilə də mübarizə apara bildi. İkinci yarımda oynamaq olurdu. Daha asan dedi. Həm də Qurbanovun özünün dediyinə uyğun olaraq deyə bilərik ki, cəmi 3 komandaya hazırlaşırdın. Evdə səfərdə xal itirsən də gəlib bir şey olandan sonra da evdə bunun əvəzini çıxmaq olurdu. Amma indi 8 komandadır. Bunun bir neçəsi həqiqətən də çox güclü komandalardır. Üstəlik də müxtəlif oyun stillərinə malik olan komandalardır. Oyun cədvəl də, yəni vaxt məsələsində də problem, təqvim də sıxdır və oyun sayı da çoxdur. Yəni bütün bunlar hamısı və yəni bu yeni reglament Qarabağı çox sıxdı. Yəni uyğunlaşma problemi oldu deyə komanda Avrokuboklarında həmən Avropa Liqasına da uğurlu çıxış edə bilmədi. Bunun mənəvi təsiri də oldu, amma artıq sonradan Avropa Liqasındakı çıxışı dayandırandan sonra komanda tam olaraq, beyin, fikir olaraq, form olaraq Azərbaycan çempionatına qayıdandan sonra artıq rahatlıqla öz oyunlarını ortaya qoya bildilər və martın sonundan aprelin əvvəlində artıq Qarabağ öz formasının pikinə deməyim, ona yaxına çıxmağa başladı və rahatlıqla qələbələrini qazanaraq çempionluğu rəsmiləşdirdi. Mövsüm çətin oldu və çətin olmasının səbəbi yenə təkrar Azərbaycan çempionatının özü yox, Avrokuboklardakı yorğunluq idi. Yəni biz həmişə dediyimizi təəssüf ki, təkrarlamalıyıq ki, əgər Qarabağ tam gücü ilə, heyətlə Azərbaycan çempionatında oynasa, qışdan çempion olar. Yəni onu növbəti 2 dövrünə oynamağa da ehtiyac olmaz. Çünki Qarabağ çox güclüdür. Yəni bunun həm heyət olaraq güclüdür, üstəlikdəki ortadakı mexanizm olaraq Qarabağ çox güclüdür. Toparlayaraq qeyd edeyim ki, yəni Qarabağ mövsümü rahat çempion olmadı, amma yenə də rəqibləri arasındakı xal fərqi onu göstərir ki, hələ də Qarabağa tam şəkildə rəqib olacaq bir komanda hələ ki ortaya çıxmıyor. Zirə var,
bu arada danışa bilərik və digərləri var, amma hələ ki Qarabağ bu çempionatın şəksiz lideridir. Birazdan heyətlərin də müzakirəsini eləyəcək, heyətlə bağlı, ümumiyyətlə fərdi ayrı-ayrı futbolçularla bağlı, mövqelərlə bağlı. Çempionluq oyununda həm də diqqət çəkən məqamlardan biri komandanın belə deyək, aşırı sevinməməsi və yaxud da xüsusi sevinməməsi idi. Yəni sıradan standart bir hadisə kimi qəbul edirdilər. Bu nəyisə göstəricisidirmi? Bayaqdan danışdığımız o mövsümdə baş verənlərin və yaxud da ümumiyyətlə komandanın çempionluqdan doymasının və yaxud da bu kimi hansısa bir səbəbin göstəricisidirmi səncə? Məncə göstəricisidir. Biz bu barədə oyun sonrası brifinqdə klubun prezidenti Tahir Gözəllə də danışdıq. Bunu sual da verdi. O dedi ki, bizim klubun asalətindəndir. Yəni biz çempionluğumuzu çox da göstərmirik. Mən düşünürəm ki, bu məsələ təkcə onda artıq yəni çempionluq artıq rəsmiləşmişdi deyə. Yəni burada sadəcə bu tur olmayacaqdı, növbəti tur olacaqdı və yaxud da ki, yəni o tur olmayacaqdı. Yəni Qarabağın çempion olmaması üçün möcüzə baş verməlidir. Yəni Qarabağ gərək klub olaraq dağılaydı ki, onu kimsə gəlib keçsin və o da yəni Qarabağın çempionluğuna şübhə yox idi. Artıq beyin olaraq komanda çempion olmuşdu. Onu da rahatlıqla qeyd edək. Qeyd eləmək də demək olmaz. Sadəcə hətta mən deyərdim ki, Neftçini derbidə Neftçini udanda daha yaxşı qeyd eləmişdilər. Nəyə ki bu çempionluğu qeyd elədilər. Bunu Qarabağın rahatlıqla bağlamaq olar. Yəni biz rahat, bizim üçün çempionat bu bir mesajdır. Sabaha da digər komandalara ki, yəni bizim üçün ölkə çempionluğu çox rahat bir mərhələdir. Yəni mən futbol tərəfindən, başqa bir tərəfdən baxsaq, biraz sanki məşqçinin işini, klubun işini çətinləşdirmirəm. Yəni futbolçuların doyması, çempionluğun adiləşməsi, bəli çətinləşdirir. Motivasiya məsələsi var. Və buradan yola çıxaraq üzr istəyirəm, kubok finalını necə gözləyirsən? Yəni bu havada olan komanda üçün çətin olmur. Mən düşünürəm ki, Qurban Qurbanovun olduğu komandada motivasiya problemi olmamalıdır. Düzdür, özü də etiraf edir ki, adətən çempionatın sonuna qalmış motivasiya yükləmək baxımından biraz çətinlik yaşayır. İstər-istəməz legionerlərdir, nə qədər azdan oynasalar da, Qarabağda oynasalar evlərinə getmək istəyirlər. Amma burada bir məsələ var. Çempionluq özü amma ortada kubok deyilir. Kubok var deyə, bir titul var deyə. O titulu qazanmaq istəyirlər. Klub olaraq Qarabağ öz muzeyinə aparmaq istəyir, dubl eləmək istəyir və futbolçu baxış bucağından da düşünsək, yəqin ki, yaxşı bir mükafat var ortada. Yəni kubokun özündən başqa onun arxasında maliyyə məsələsi var. Futbolçunun ən çox istədiyi puldur. Bu da normaldır. Yəni biz bunu qeyri-adi qəbul eləməməliyik. Ona görə futbolçunun ən azından maliyyə mükafat üçün toparlaması normaldır. Yəni bu mən düşünürəm ki, bu illərdir belə bir proses var. Qarabağ birinci dəfə deyil ki, bir neçə tur əvvəldən çempion olur və kubokun finalını görür. Elə keçən ildə eyni cür olmuşdu. Motivasiya baxımından Qurban Qurbanov üzərinə iş düşəcək. Sırf kubokun finalına motivasiya problemi olacağını düşünmürəm. Bu Sabaha da aiddir. Çünki Sabah da düzdür, Qarabağ bu oyunda tam ikinci heyətlə oynadı. Yəni bir dənə də heyətdən bir nəfər də yox idi. Sabah da bir neçə oyunçunu gizlətdi. 5-6 oyunçunu oynatmadı və nisbətən ehtiyat qüvvə ilə oynadı. Amma Qarabağın hətta ikinci heyətlə çıxması Sabaha mesaj idi ki, yəni biz ikinci heyətlə sizinlə bərabər oynaya bilərik. Yəni biz əsas heyət oynasaq görün necə olacaq. Ona da həm də sevinməməklə də bir dənə göstərdilər ki, yəni bu əsas belə deyək, bu jurnaldır, kino hələ finaldadır. Qarabağda oyundan sonra baş verən və sosial şəbəkələrin əsas hadisəsinə çevrilən Qurban Qurbanovun Bəhlulla görüşməsi, ümumiyyətlə belə biraz daha detallı baxsaq, orada Elvinlə də biraz sanki soyuq görüş var idi və yaxud da Elvinin biraz belə daha soyuq reaksiyası var idi. Bir çox futbolçular qalxırdı və s. Amma bilmirəm, bəlkə də mənə elə göründü. Bu məsələdə təbii ki, işin içərisini bilmirik, bilsək də sübutumuz yoxdur. Amma bir peşkar kimi sənə necə görünür? Bu Qarabağın açıqladığı kimi futbolçu ilə məşqçi əvvəl görüşmüşdü, yoxsa hansısa soyuqluğun mesajıdır səncə? Bizim kluba inanmamaq deyə bir səbəbimiz yoxdur. Yəni klub açıqlayırsa, ən azından biz onu ciddiyə almalıyıq o fikri. Yəni klub açıqlama verib ki, belə bir problem yoxdur. Ən azından biz bunu bir informasiya kimi qəbul etməliyik, amma gördüklərimizə də inanmalıyıq da. Gördüklərimizdən biz belə bir nəticəyə gələ bilərik ki, ortada mütləq ki bir soyuqluq var. Amma bu soyuqluğun mən düşünmürəm ki, bir baş məşqçinin, xüsusilə də Qurban Qurbanovun və bir futbolçunun Bəhlul Mustafazadənin heç vaxt hər hansı bir qalmaqalda adı səslənməyən, yəni heç vaxt qarşıdakı nə rəqibinə, nə məşqçini hörmətsizlik eləyəcək bir
belə presedent yoxdur, yəni bir şey yoxdur ki, Bəhlul falan vaxt eləmişdi, bu yenə də eləyə bilər. Yəni Bəhlul da həmişə qarşı tərəfdəkinə, yəni hər kəsə hörmətlə yanaşan biridir. Qurbanov da eyni ilə. Yəni ola bilər ki, hansısa formada onların arasında müəyyən soyuqluq var, amma bu soyuqluq bir-birinə salam verməyəcək səviyyəyə qədər gəlib çıxa bilməz. Ola bilər ki, onlar əvvəldə də görüşə ola bilər. Yəni biz görməmişik, ola bilər görüşüblər. O da ola bilər ki, salamlaşdığı məqamda Elvin əlin Bəhlul əlini açırdı, orada sarğını açırdı. Həm də o belə bir şey olacaq ki, yəni prinsipial saymayıblar da, mütləq ki, gedib ondan salamlaşsınlar. Yəni durub salamlaşsaydılar daha yaxşı olardı. Yəni Qurbanov da gözləyə bilərdi və yaxud da ki, Bəhlul da çıxıb durub deyə bilərdi ki, gözlə əlimi sağlayın. Bu ola bilərdi, amma bu kommunikasiya problemidir, amma bir-birinə salam verməyəcək səviyyə qədər olduğunu mən düşünmürəm. Çünki əgər belə bir şey olsaydı, heç Bəhlul heyətdə oynamazdı. Yəni bir dənə bu oyunda ehtiyatda qaldı, o da normaldır, mərkəz müdafiəsini çox vaxt dəyişmirlər. Üstəlikdəki ikinci yerdə oynamışdılar və oynadanda da əvəz etmələrdə də adətən əvəz etmələrdə müdafiə eləmirlər, əvəz etmələr hücuma eləyirlər, necə ki Qurbanov elədi. Yəni burada bilərəkdən Bəhlul ehtiyatda saxlanıldığı problem keçən tur oynayırdı da. Yəni ona görə də mən düşünmürəm ki, burada elə bir problem var ki, bir-birinə salam verməsinlər. Yox, o dərəcə soyuqluq var, müəyyən bir ünsiyyətdə problem. O da olası bir şeylər də o futbolda. Aslında təbii indi sosial şəbəkələr ümumiyyətlə bu mövzuları sevir də belə deyək, bu cür videolar falanlar. Əslində tam belə futbol adamı üçün də belə qeyri-adi hadisə deyil. Elə bir soyuqluq varsa da bir gün, 2 gün sonra qaydasına da düşə bilər. Biz olsun, bunlar normaldır. Normaldır, yəni necə normaldır? Yəni həll olunmalıdır. Ola bilər olası şeylərdir. Yəni Bəhlul bu barədə açıqlama verib, problemin olmadığını deyib. İndi növbə hocadadır, yəni Qurbanovdadır. Növbə tutur maç var, Sumqayıtla maç var. Böyük ehtimalla orada biz mütləq ki, bu məsələni soruşacağıq ondan. O da aydınlıq gətirəcək. Yəni biz iki tərəfin və bundan sonraki mərhələdə də proseslərin necə gedəcəyindən çox şey asılı olacaq. Yəni Bəhlul Mustafazadə baxmayaraq ki, legioner limiti götürülübdür, amma Bəhlul Mustafazadə elə bir futbolçudur ki, o Qarabağın heyətində yer ala bilər. Yəni əsas heyətinin oyunçusu ola bilər. Yəni kim legioner gəlsə də belə yer ala bilər. O göndəriləcəkmi, saxlayacaqlarmı, hər hansı bir problem olacaq, bunu sonra görəcəyik. Amma Bəhlul deyir ki, problem yoxdur. Biz növbəti turda Qurbanovdan da bunu soruşacağıq. O deyəcək ki, problem yoxdur, yəni problem yoxdur. Biz artıq sən demiş, biz pərdə arxasını bilmirik deyə bizim başqa bir iddia eləmək bir şansımız yoxdur. Heyətlə bağlı mövzu genişdir. Yəqin ki, bununla bağlı növbəti podkastlarımızda da danışarıq. Ümumi baxsaq, komanda bu qış, bu mövsüm Juninho-nu satdı və kifayət qədər gəlir əldə etdi. Ümumiyyətlə, ictimaiyyətdə bu hər zaman müzakirə olunur. Bir çoxlarına görə bəzən Qarabağ transferlərdən çəkinir, daha çox transfer etmir və s. Bu dəfə gözləntin necədir? Mövsümlər arası, mövsüm ərzində məsələn Kadi kimi futbolçu da gəldi, amma Ramon da göndərildi. Ümumiyyətlə belə köklü bir dəyişikliyə səncə ehtiyac varmı və yaxud da gözləyirsən? Ehtiyac var. Ehtiyac var və biz bu barədə elə oyun sonrası brifinqdə klubun prezidenti Tahir Gözələ sual verdi. Mən də orada iştirak edirdim. Elə suallarla ibarət olaraq bizi maraqlandıran əsas məqam o idi ki, yəni transfer olacağımı Tahir Gözəl özü bu məsələyə haqqında geniş danışaraq qeyd elədi ki, biz bilirik ki, dəyişikliklərə ehtiyac var və bir neçə, yəni 4-5 futbolçu, bu sözü klubun prezidentinin adından, dilindən eşitmək az bir şeydir. Çünki məsələn, hatta onda başqa klublar deyirlər ki, 4-5 oyuncu alacaq. Qarabağ orta hesabı 3 ilə 4-5 oyuncu almadı üst-üstə yığanda. Ona görə də onun dilindən eşitmək bizə bir qədər təəccüblü gəldi və bu klub prezidenti dedi ki, 4-5 oyuncuya ehtiyac var və kubok maçından sonra Qurbanovla oturub söhbət edəcəyik, planlar düzəcəyik ki, hansı mövqeyə futbolçu lazımdır. Yəni ona uyğun olaraq addımlar atacaq. Yəni bunu klubun prezidenti açıq şəkildə bütün ictimaiyyətə mesajını verdi. Yəni rəhbər bunu deyirsə, baş məşqçi də 2 əlli razıdır. Ona da sual verdik. Qurbanov dedi ki, mən də istəyirəm dəyişikliklər olsun. Amma bu demək deyil ki, mən hansısa futbolçumdan narazıyam. Sadəcə ola bilər uyğun gəlir, gəlmir. İndi məsələn bu elə futbolçu ola bilər ki, uyğun gəlmir də məşqçinin. Yəni uyğun gəlir, amma o formada deyil, artıq toparlaya bilmir. Məsələn mən düşünürəm ki, Veşoviç göndəriləcək. Çünki Veşoviç artıq keçən il yarımda o formada deyil. Amma o göndəriləcəksə ona yaxın potensialda olan futbolçular transfer olunmalıdır. Yəni mən düşünürəm ki, köklü dəyişikliklər olacaq. Köklü dəyişiklik deyəndə 4-5 futbolçunun gəlmə ehtimalı var və bu Qarabağ kimi komanda üçün yenidən qurma deməkdir. Köklü böyük yenidən qurması deməkdir. Çünki Qarabağ qeyd elədiyimiz kimi
bir ya iki transfer edir. Bir transfer mütləq edirlər. O ikincini də hansı bir force majeure, bir belə deyək də bizim üçün bəxtimiz gətirir ki, bir dənə Qarabağ, bir dənə əlavə futbolçu transferi. Sevindik ki, nəhayət Qarabağ Avrokuboklarda rahat olacağıq. Amma Junior'un gedişindən sonra, Roman'ın gedişindən sonra baxmayaraq ki, Kadi gəlib onun əvəzləyibdi yaxşı hücum mənasında, amma Roman'ın mövqeyində oyuncuya ehtiyac var. Mərkəz müdafiəçisi mövqeyində futbolçuya ehtiyac var. Hücuma mütləq şəkildə ehtiyac var. Özdə hər mövqeyə ən azı 1-2 futbolçuya ehtiyac var. Yəni bu qapıda prinsip etibarilə Koxalski ilə güvənmək olar. Pis qapıcı deyil, yaxşıdır. Mərkəz müdafiəçisi orta və hücuma arasında 2 dənə hesablasaq 6 dənə transfer eləyir. 4-5 transfer olması mütləqdir ki, Qarabağ artıq o plankanı qaldırsın. Yəni Avropa Liqasının liqa mərhələsi okey, yəni ora artıq özünü göstərdi. Hətta mən düşünürəm ki, ora düşmək üçün də belə əziyyət çəkmək lazımdır. Asan da olmayacaq. Yəni Türkiyə orada olmaq istəyir. Amma Çempionlar Liqası üçün artıq yəni junior səviyyəsində elə 4-5 futbolçunun 4-5-i də junior səviyyəsində olmalıdır. Çünki başqa cür yəni ora Çempionlar Liqası da orada Təşəkkürlər. Çox sağ ol. Qarabağdan danışırdıq. Bugün podkastımızın mövzusu, Qarabağ podkastımızın mövzusu son həftələrdə, son günlərdə olanlar və mövsümün nəticələri idi. Nəticəsi idi. Eyni zamanda bundan sonra baş verənləri müzakirə etdik. Bu dəfə ümumi mövzularda, amma növbəti podkastımızda daha çox detallara, adlara və mövqe üzərində müzakirələrə vaxt ayıracağıq. Hələlik.